deməli, bu xəstəmiz uzun illər ayağında problemlərlə müxtəlif klinikalara müraciət etmiş, həkimlərə müraciət etmiş, ayağında, barmaqlarda yaralar yaranmış və nəhayət bizə müraciət edəndə artıq dözülməz halda olub, ayağında kəskin ağrılar, üşümə, yaralar, gecə yuxusunun pozulmaları, yəni belə ciddi problemlərlə müraciət etmişdi. Lakin baxmayaraq ki, gec müraciət etmişdi. Bütün barmaqlarda olan yaraları sağaltmağa nail olduq. Lakin birinci barmaqda olan yaranın amputasiyası ilə nəticələndi. Bu da ki, dırnaq boğumunda olan bir yara artıq sümüyün deməli destruksiyasına gətirib çıxartmışdı deyə məcbur birinci barmaqdan amputasiya əməliyyatı icra etdik və nəticə etibarilə artıq sağalıb, ağrıları yoxdur. Məqsəd ondan ibarətdir ki, vaxtında əgər müraciət etmiş olsaydı, bu barmaqda yəni amputasiya olunmazdı. Yəni şükür ki, bu biri barmaqları saxlaya bildik. Bu barmağdan bir qismini amputasiya etdik ki, bu problemdən canını qutarsın.